Salam əziz dostlar. Əslində bu videonu çəkmək mənim planımda yox idi. Amma keçən dəfə ateist Sevinçlə qatıldığım canlı yayım məni bu addım atmağa məcbur elədi. Onunla təxmini 25 dəqiqəlik bir müzakirəmiz oldu. Əgər buna müzakirə demək mümkünsə. Çünki Sevinç bəy hər zamanki kimi polemika və debat qaydalarını kobud surətdə pozdu. Səsini qaldırmaq, qarşı tərəfin sözünü kəsmək, mövzudan yayınmaq və konkret elmi arqument qarşısında qalanda mövzunu fərqli yerlərə çəkmək görünür, onun əsas debat taktikasıdır. Mənə fikrimi rahat şəkildə ifadə etməyə imkan vermədi. Arqumentlərimin elmi çəkisini görəndə isə çarəni məni canlı yayımdan kənarlaşdırmaqda gördü. Sözümü axıradək deməyə imkan vermədi. Çevik adətən platformasında bu mövzulardan tam xəbəri olmayan, savadsız insanları bəhanə eləyərək dinə hücum etməyə öyrəşib. Lakin iş Ziya, Müntəzir və bu kimi digər elmli, savadlı qardaşlarla diskusiyaya gəldikdə o dəqiqə populizmə əl atır və elindən qaçır. Mən onun yayımında yarımçıq qalan, Çevikin qorxub kəsdiyi o sözümü və arqumentlərimi elə öz platformamda sona qədər və tam elmi sübutlarla demək üçün bu videonu çəkirəm. Bugün internet məkanında ateistlərin dinə qarşı ən çox istifadə etdiyi, amma özlərinin belə savadsızlıqdan kökünü bilmədiyi bir mövzuya nöqtə qoyuruq. İnsanın yaranışı, təkamül nəzəriyyəsi və Qur'an. Gəlin Çevikin kəsdiyi yerdən, Hucurat surəsindən başlayaq. Hucurat surəsi 13-cü ayədə Allah buyurur: Ey insanlar, biz sizi bir kişi və bir qadından yaratdıq. Ayənin ərəbcə mətnində isə buyurulur: Ya eyyuhənnəs, innə xaləqnəkum min zəkarin və unsə. يا أيها الناس إنا خلقناكم من ذكر وأنثى. Ateistlər bu ayəni oxuyanda dərhal iddia edirlər ki, baxın, burada söhbət Adəm və Həvvadan gedir. Lakin bu ciddi bir lingvistik və məntiqi manipulyasiyadır. Ayənin mətninə diqqətlə baxın. Burada nə Adəm adı çəkilir, nə də onun zövcəsi Həvva. Ayə ümumi bəşəriyyətə deyil, hər bir insana fərdi olaraq, fərdi reallığı ilə xitab edir. Reallıqda bugün yer üzündə yaşayan milyardlarla insanın hər biri necə dünyaya gəlib? Bioloji olaraq hər birimiz məhz bir kişi və bir qadından yaranmışıq. Ayə hər bir fərdin öz bioloji mənşəyinə toxunur, hamımızın eyni valideyn modelindən gəldiyimizi və buna görə də bir-birimizə qarşı təkəbbürlü olmamalı olduğumuzu vurğulayır. Çünki bu kimi ayələrin davamı adətən insanların bir-birini tanıması və təqvalı olması barəsində olur. Quranın heç bir yerində bütün insanlar bioloji olaraq məhz yeganə bir cüt insandan, Adəm və Həvvadan törəyib çoxaldı deyə bir bioloji iddia və ya xronologiya yoxdur. İnsanın yaranışı dinin yox, antropologiya mövzusudur. Əslində ən böyük problem mövzunu səhv yerdə müzakirə etməkdir. İnsanın bioloji formalaşması, skelet quruluşu, genetik təkamülü dinin yox, antropologiyanın və biologiyanın mövzusudur. Biz çox vaxt yanılırıq. Elmi sualların cavabını müqəddəs kitablarda axtarırıq. Müqəddəs kitabları isə laboratoriya dərsliyi kimi oxumağa çalışırıq. Quran bir hidayət kitabıdır. İnsan mənəviyyatının, əxlaqının və ləyaqətinin konstitusiyasıdır. Allah Quranda insanın fiziki olaraq hansı bioloji mərhələlərdən keçdiyini, DNT zəncirinin necə formalaşdığını incəliyinə qədər izah etmir. Çünki bu elmin işidir. Quran sadəcə ümumi və fəlsəfi olaraq insanın maddi tərəfinin torpaqdan, yəni torpaqdakı elementlərdən gəldiyini vurğulayır. Və maraqlıdır ki, müasir elmdə insan bədəninin karbon, hidrogen, oksigen və dəmir kimi tamamilə torpaq mənşəli elementlərdən təşkil olunduğunu təsdiqləyir. Gəlin reallıqla üzləşək. Biz torpaqdan yaranmışıq dedikdə nəyi nəzərdə tuturuq? Quran bizə bir illüziya, bir sehirbazlıq şousu təqdim etmir. Quran bizə tamamilə real, fiziki və bioloji bir qanuna uyğunluğu izah edir. Bəli, mən də, siz də, bu videoya baxan hər bir kəs də vaxtilə birbaşa torpağın tərkibində idik. Bu necə baş verib? Baxın, sizin atanız və ananız yer üzündə yaşayarkən torpaqdan bitən qidaları, meyvə və tərəvəzləri yeyiblər. Ya da o bitkilərlə qidalanan heyvanların ətini, südünü qəbul ediblər. Yəni torpağın dərinliklərində olan o kimyəvi elementlər, karbon, kalsium, dəmir, maqnezium və s. elementlər bitkilər və heyvanlar vasitəsilə bədənə daxil olub. Atamızın bədəninə daxil olan o torpaq elementləri zamanla müəyyən bioloji mərhələlərdən keçib, modifikasiya olunub və nəticədə mikroskopik bir mayeyə, sperma hüceyrəsinə çevrilib. Anamızın qəbul etdiyi torpaq elementləri isə yumurta hüceyrəsini formalaşdırır. Və bu iki bioloji hüceyrə birləşdikdə bəşəriyyətin ən böyük möcüzəsi olan yeni bir insan, yəni siz dünyaya gəlmisiniz. Bax, Quranın dediyi həqiqət budur. Biz sıfırdan, anidən torpaqdan çıxmamışıq. Bizim varlığımızın hər bir atomu mərhələli şəkildə o torpaqdan süzülüb gəlib. Quran məhz o möhtəşəm bioloji dövriyyəyə, maddələr mübadiləsinə və elementlərin çevrilməsinə toxunur. Biz torpağın elementləriyik və günün sonunda, ömrümüzün sonunda yenidən o torpağa qayıdacağıq. Bunu görmək üçün professor olmağa, laboratoriyada illərlə təcrübə aparmağa ehtiyac yoxdur. Rasional ağılla düşünmək kifayətdir. Çevik və bu kimi ateistlərin digər arqumenti isə Darwinin nəzəriyyəsini dinə qarşı bir silah kimi istifadə etməkdir. Amma onlar unudurlar və ya gizlədirlər ki, təbiətdəki modifikasiya, dəyişiklik və növlərin inkişaf ideyasını Darwindən 1000 il əvvəl İslam alimləri yazıb. 9-cu əsrdə Əl-Cahiz, daha sonra İbn Misfəy, hətta məşhur mütəfəkkir İbn Xaldun özünün müqəddimə əsərində canlıların sadədən mürəkkəbə doğru inkişaf etdiyini, heyvanlar aləminin ən yüksək mərhələsinin insanlıq mərhələsinə qonşu olduğunu yazırdı.
Gəlin indi də Ceviç kimlərin ən çox gizlətdiyi və ya bəlkə də heç bilmədiyi tarixi faktlara və konkret sübutlara baxaq. Onlar elə düşünürlər ki, təbiətdəki modifikasiya, yəni növlərin sadədən mürəkkəbə doğru inkişaf ideyası ilk dəfə 1859-cu ildə Darwinin ağlına gəlib. Halbuki Darwindən yüzlərlə il əvvəl yaşamış İslam mütəfəkkirləri bu qanuna uyğunluğu konkret elmi faktlarla və əsərlərlə sübut etmişlər. İndi isə faktlara ardıcıllıqla baxaq. 1. Əl-Cahiz 9-cu əsrdə yaşamış müsəlman alim. Kitab-ül Həyəvan, yəni canlılar kitabı. Darwindən düz 1000 il əvvəl Əl-Cahiz ətraf mühitin canlılara təsirini və yaşama uğrunda mübarizəni yazmışdı. O, heyvanların sağ qalmaq üçün necə adaptasiya keçirdiyini və bu dəyişikliklərin gələcək nəsillərə necə ötürüldüyünü bir-bir qeyd edirdi. O yazırdı. Heyvanlar mövcudluqlarını qorumaq və ətraf mühitə uyğunlaşmaq üçün daimi mübarizə aparırlar. Güclü olanlar zəifləri üstələyir və bu proses canlıların xüsusiyyətlərini zamanla dəyişdirir. Bu, müasir elmin təbii seçmə, təbii seleksiya dediyi mexanizmin tam özüdür. 2. 10 və 11-ci əsrlərdə yaşamış məşhur Buveyhi alimi İbn Miskəveyh. Əl-Fawzul Əsğər, yəni kiçik qələbə və ya kiçik feyz kitabı. Təkamül zəncirini addım-addım təsvir edən bəlkə də ilk alim odur. İbn Miskəveyh canlıların cansız maddədən bitkiyə, bitkidən heyvana, heyvandan da insana doğru necə bir təkamül xətti keçdiyini açıq şəkildə yazırdı. Onun fikrincə, bitkilər aləminin ən yüksək forması, məsələn xurma ağacı, heyvanlar aləminin ilk forması ilə birləşir. Heyvanlar aləminin ən uca nöqtəsi isə insanlıq mərhələsinə qonşudur. O, meymun və bənzəri canlıların insanla heyvan arasında bir keçid mərhələsi olduğunu vurğulayırdı. 3. İbn Xaldun, 16-cı əsr alimi. Əl-Müqəddimə əsəri. Sosiologiyanın atası sayılan İbn Xaldun özünü dünyaca məşhur Əl-Müqəddimə əsərində yaradılışın mərhələli qanuna uyğunluğunu elə bir dillə yazır ki, adam heyrətə gəlir. O, əsərlərində sözbəsöz belə qeyd edir. Yaradılış aləminə nəzər salın. O, minerallardan, cansız təbiətdən başlayır, ecazkar bir şəkildə bitkilərə və heyvanlara doğru irəliləyir. Heyvanlar aləmi getdikcə genişlənir, növlər çoxalır və bu tədricən inkişaf, təkamül, sonda duyğu və düşüncə sahibi olan insan mərhələsinə gedib çıxır. Heyvanlar aləminin son mərhələsi ilə insanlığın ilk mərhələsi bir-birinə qonşudur, təmas edir. İbn Xaldun burada meymunlar və primatların insan növünün bioloji başlanğıcına fiziki olaraq ən yaxın canlılar olduğunu açıq mətnlə bəyan edir. Gördüyümüz kimi, İslam mütəfəkkirləri üçün təbiətdəki bu möhtəşəm bioloji inkişaf və keçid mərhələləri heç bir vaxt Allahın yoxluğu mənasına gəlmirdi. Əksinə, onlar bu ardıcıllığı, bu zəncirvari inkişafı yaradıcının kainata qoyduğu heyranedici bir proqram, bir qanun kimi görünürdü. Çünki təkamül bir qanuna uyğunluqdur. Əgər qanun varsa, o qanunu qoyan da var. Elm tarixçisi John Draper boş yerə demirdi ki, Avropa bu nəzəriyyəni Darwindən kəşf etmədi. Onu çoxdan Məhəmmədi təkamül nəzəriyyəsi olaraq müsəlmanlardan öyrənib. İndi özünüz müqayisə edin. İslam alimlərinin bu geniş, elmi dünya görüşü hara, ayələri kontekstdən qoparıb ucuz manipulyasiya edən ateistlərin iddiaları hara. Təkamül nəzəriyyəsi elmi bir mexanizmdir. O, bizə canlıların necə dəyişdiyini izah edir. Amma bu mexanizmin varlığı yaradıcının yoxluğu demək deyil. Əksinə, əgər kainatda milyardlarla il ərzində qüsursuz işləyən, mutasiyaları və təbii seçməni idarə edən bir bioloji qanun varsa, deməli, bu qanunu bura kodlaşdıran bir ali qanunverici var. Elm mexanizmi tapır, din isə bizə o mexanizmin müəllifini tanıdır. Əziz dostlar, gördüyünüz kimi, nə Qur'an elmi araşdırmaların qarşısını kəsir, nə də elmi nəzəriyyələr Allahın varlığını batil edir. Ceviç və digər ateistlərin iddiaları sadəcə ayələrin kontekstdən qoparılması və fərdi xitabların ümumi bioloji qayda kimi təqdim olunmasından ibarətdir. İnsanın bioloji keçmişini öyrənmək üçün antropologiya kitablarını oxumalıyıq. Mənəvi və əxlaqi təkamülümüz üçün isə Qurana müraciət etməliyik. Dostlar, mövzu kifayət qədər dərindir və bilirəm ki, bu videodan sonra şərhlərdə böyük bir müzakirə başlaya bilər. Siz necə düşünürsünüz? Sizcə din və elm bir-birini tamamlayır, yoxsa ateistlərin dediyi kimi ziddiyyət təşkil edir? Xüsusilə Hucurat surəsindəki bu incə detal barədə əvvəllər eşitmişdiniz? Fikirlərinizi və etirazlarınızı mütləq şərhlərdə yazın. Videonu bəyənərək daha çox insanın bu elmi analizi görməsinə kömək edə bilərsiniz. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun, Allah'a emanet.